Evenim Ülcem, zənənlər haqqında nə düşünürsən? İndiyə qədər fikirləşməmişəm. Bu vaxta kimi düşünməmisən? Ya düşünmək istəmirsən? Tənhayam, tək tənha. Adam tək olanda canlı ölüyə bənzəyir, həm də qorxaq olur. Narahatlığın qorxudan əmələ gəlir. Mən bir gözəl tanıyıram, mələk idi. Bircə baxışla ölünü dirildir. Özünü ona göstərmək istəyirsən? Qadından qaçıram. Küfür danışma Muradi. Məni və səni böyüdən qadın olub. Bir qadın görüb onunla sərbəst söhbət eləməyi bacarmaq böyük şeydir. Elə bir peyğəmbər tanıyırsanmı evlənməsin? Allahın nemətinə küfür demək günah deyilmi? Onunla söhbətdən məqsəd nədir? Xəstə ruhunu müalicə eləmək istəmirsən? Mənim xəstəliyim ancaq Allahı zikr eləməklə müalicə olunur. Sən gərək evi dəyişəsən Muradi. Bura get-gəl çoxdur. Etibarlı yer tapmışam. Teymur Bab qəbiləsindən Qutam adlı bir qızın evinə gedəcəksən. Rəhmətli Əba Qutamın qızı. Əba Qutam böyük şəxsiyyətidir. Mənim və Allahın ən yaxın dostlarımdandır. Qutam qız deyil. 3 şəhiddən yadigar qalan cəvahirdir. İmanından nigaransansa ona qardaşlıq elə. Qutam. 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 Mən bu adı harda eşitmişəm? Paltarını giyin Muradi. Qutamın gözü yoldadır. Təvəkkül Allaha. Gəlirəm. Qorxma, gəl. Qılınc götürmüsən qızım. Kişisiz ev əmniyyətsiz olur. İbn-i Mülcəm Muradi. Buyurun keçin. Estağfurullah. Keç içeri, keç.
Başını aşağı salma Muradi. Bu evde namehram yoktu. Kutam Küfe'nin tenaha adamıdır. Zikrinə mane olma Əşəz. Nəhravan cəmaatı adətən müstəhəbbi iş görəndir. Ne oldu Muradi? Niye gözünü yere dikmişsen? Gitti. Allah'a pənah. Bu qız yaman cazibədardı. Qorxuram olanımı da əldən verəm. Möhkəm ol. İnanmıram Nəhravan əhli bir kızın bakışlarından ağlını itirsin. Məbada şeytan səni aldatsın. Əmniyyətsiz evdə Əşəz, gedək. İşi pozma. Benim evimde olsan hamı hedefinden haberdar olar. İşini tamamla Serbaz. Səccade hazırdır. Mən namaz qılmışam. Fikirləşdim Nəhravanların adətinə görə gecə namazı qılırsan. Əlbəttə, əlbəttə. Yaxşı yadıma saldın xanım. Su, gülab və misvak. Yok, 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 yok.
qaçırsan ay Murad tayfasından olan qara günlü? Kufənin qara gözlü qızının Allahın rəqibi olduğunu eşitməmsən? Mən xumar gözümün cadusu ilə ruhunu ələ almışam. Ruhun mənim bir işarəmlə qanad açıb uçar, ay biçarə. Sən mənim bəndəmsən, Allahın bəndəsi yox. Bu şiiri ələyağ atıb, özünü yorma. Mən Qədir gecəsinin sübh çağında çalacağın qılınc zərbəsinə ümid bağlamışam. Sen Muradi. Ne olub? Soruşma. Özümə qəsd eləmişəm. Gərək sinəni parçalayaydın, əlivi yox. Keç şəri Muradi. Hafizən güclüdür. Yoksa evin yolunu tapa bilmezdi. Soruşma əsas. Bilmirəm neçə dəfə divara dəydim. Neçə dəfə çalaya düşdüm. Görürsən məni nə günə salmısan? Elə bir 40 günlük döyüşdən gəlirəm, görürsən? Görmürəm. 5 cəbhəsinin sərdarını gərək tabutun içində görəydim. Yaran çox yüngüldür. Bir ateş edib ki, illərlə Allahın eşqi ilə şölələnirdim. İndi isə soymuşam, buz kimiyəm. O ürək ki dayım Allah eşqi ilə dönüb, indi qutamın eşqi ilə doludur. Sən də bu günahı şəriksən şeyx. Hansı günah kişi? Əsas. Görəsən o mənə gələr. Ürəyinə yatsan əlbəttə. Ürəyinə yataram. Əgər sözümə qulaq assam, mən qovuşduraram sizi. De, nə eləməliyəm? Vaxtında deyəcəm. İndi isə gəl yaranı bağlayım. Eşq qılıncı gör necə itiymiş Muradi. Bəyəndim onu. Cövhərli kişidir. Yaxşı məşq elədi. Yaxşı məşq elədi. Şah damarını kəssəydi ölərdi. Ayağı sınsaydı bütün işlərimiz körlanardı. Zənnimcə əlini öldürə bilər. Necə? O günaha batmamaq üçün əlini parçaladı. Heç nədən qorxmayıb pəncərədən tullandı. Deməli əsl nəhrəvanlıdır.
Uduzub, imanını verib əldən. Sənin hicrinlə çəkdiyin nalə dağı daşı lərziyə gətirər. Əlini tamamilə unudub, danışdığı cəfəngiyatı eşitsən, beynin dağılar. Eşitməmiş də bilirəm. Bilirsən? O məni elə bir rəhmət mələyi sayır ki, elə bir günahlardan qorunmaq üçün Allah özü məni çıxarıb qabağına. Belədir. Deməli söylədikləri Qutam xanımın müqəddəs nəfəsinin təsiriymiş. Kör idim, gözüm açıldı. Kör idim, gözüm açıldı. Qaranlıq qəlbimi müqəddəs nəfəs işıqlandırdı. Mən o bədbəxti məcnun eləmək üçün gətirdim yanına. Gərək ki, ufə qızının xasiyyətini biləydin. Qutam, fikrindən dönüb, əlini öldürmək fikrindən dönüb, başa düşürsən? O fikrindən dönüb. Bəs sən niyə narahatsan? Yox, sən başa düşən deyilsən. Niyə məndən bezarsan qız? Pis iş görürəm ki, sənə kömək eləyirəm. Mənim əlini öldürmək üçün üzürlü səbəbim var. Sənin necə? Küfəllərin çoxu əlinin siyasətinə dözə bilmir. Neçə vaxtdır ki, küfədə heç kimin üzü gülmür. Səni? Sən əlindən çıxmış əmirlik üçün yas qurmusan. Sən İran xəzinələrindəki pulların cingiltisini nəzadarısan. Sən riyakarlar əmirisən, əşəs. Kaş biləydim əlinin qanını hansı bölgənin əmirliyinə dəyişmisən. Xeyrə şərik olacağıq. Bu söhbətə son qoy qız. Mənimlə düşmənçilik hər cəhətdən əlinin xeyrinədir. Yaxşı. Dua ilə bir də mənim yolumun üstünə çıxmayasan. Neynəməliyəm? İbn Mülcəmin qolları sınıb, ürəyinə titrəmə düşüb, ayaqları süst olub, qılıncı kütləşib. Onu cana gətir Qutam, canlandır onu. O səni istəyir, sən də əlinin qanını. Kəbin haqqın əlinin qanıdır. Mən razı. Ged onu Şama bizə göndər. Mübarəkdir. İlahi həyamı təkmə, məhəbbətimi qəlbində artır. Məni gözəl göstər ona. Ürək sözlərimi açıb onu söyləmək üçün dilimə qüvvət ver. Ey qəlbi heyran eləyən mələk, ey gözlərinin qarası zülmət gecənin qaranlığına, gözlərinin ağı sübh çağının bəyazlığına bənzəyən qız. Ey xumar baxışı ilə qəlbimin bağçasını al-əlvan çəyləndirən sehirbaz. Ey nəfəsi müşk əmbər əti verən, yox, əmbər yox. Ey nəfəsi səba mehi olan mələk. Mən nə?
Mən sənin vücudunun üfüqündə uca arzularımı tapdım. Sən meh kimi incəsən. Yox, meh yox. Mehin incəliyi gözlə görünməz. Sən incəsən, sən incəsən. Sən şəbnəm qətrəsi kimi incəsən. Bahar kimi şənsən. Ey cananlar tacı, gözün ucu ilə bax. Gör mənim başıma nə oyun gətirmisən. Mən bir ömrü səcdə eləmişəm. Bir an belə Allahı unutmamışam. Vay mənim halıma. Vay mənim halıma ki, Allahı tamamiyyətdən çıxarıb, yalnız səni zikr eləyirəm. İndi qəlbimə hakim tək sənsən. Allah yox. Məni yalnız öldürməklə uzaqlaşdıra bilərsən. Yaxşı. 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 Yaxşı günlər görəsən xanım. Bir söz söylə. Sizin huzurunuzda dilim söz tutmur xanım. Yaxşı. Narahatsan gedərəm. Dayan. Dayan ey aləmlər işıqsasın günəş. Nurunu məndən əsirgəmə. Şairsən? Yox, mən heç nəyəm. Hər nəyim varsa o da sənin nurunun sayəsindədir. Özünü zəhmətə salma. Elə danış ki, mən də başa düşüm. Mənim kim olduğumu soruşmursan. Nəhrəvanlı olmağın mənim üçün kifayətdir. Söylə mənə niyə sığınacaq verdin xanım? Səni evimdə görəndə dünyada hamıdan çox sevdiyim bir adam yadıma düşdü. Atam. O da sənin kimi ibadət əhli idi. Allah rəhmət eləsin. Bizim ikimiz də eyni dərddəyik. Xanım gözəl ağ paltar geyinibdi. Sən də əlbi yaman kəsmisən. İkimiz də şuurlu ixtiyar sahibiyik. Əşəs kimi hiləgər tülkiyə ehtiyacımız yoxdur. Hər nə istəyirsənsə özümdən istə. Allah öldürsün məni. Ürəyim danışmaq istəyir amma dilim söz tutmur. Həyə mani olurum. Mən. Çox gözəl. Mehriyem nə olacaq?
Mehriyen canım. 3000 dinar nəqd. Ödeyerem. Bir kəniz. Alaram. Bir cam qan. Kan? Bəli, qan. Mənim yaramın məlhəmi əlinin qanıdır. Sən əlini öldürməlisən. Mən əlinin canını istədim, sənin canını yox. And olsun Allah'a küfeye gelmişem ki yalnız elinin kanını tökü. Şahidim de bu kılınçtır ki onun 1000 dinar almışam. 1000 dinar da zehirleme için vermişem. Ama hanım, elinin kanını tökmek için gereği canından geçesen. Şüphesiz elinin taraftarları beni öldürecek. Qılıncın itidir. Hə. Senin gözlerin itiliği kimi? Baxım. Bir alma götür. Götür. Göğe at. At. Elini öldürmeye ləyaqəti var. Əlinin tərəfdarlarının qisasından qaçmaq üçün 1000 cür çıxış yolu var.
Əgər çırağın işığı üzünə düşməsəydi Məhəmməd, boynunu vurmuşdum. Fatimənin xatirinə bu evdə qılıncdan danışmaq haramdır. Əli bir ləhzə rahatlanır ki, bu azman xəlifə belə qorxulu gecələrdə bir-bir əlillərin evlərinə baş çəkir, fəqirlərə, kimsəsizlərə çörək paylayır. Həsən, Hüseyin və Abbas Küfə ordusunu hazırlamaq üçün Nüxeylədə düşərgə salıblar. Amma sən bu ən məhrəm mənzildə xəlvətcə ev eşiyi qoruyursan. Əlini görmədin. Görmədim. Sən burada niyə inirsən Hüdey? Məhəmməd, o çıraq, bu da qılınc al. Keşikdə dur, əlini tapım. Kaş bu qılınclar oxşar olaydı. Bu onun kimi. O da bunun kimi. Mümkündür? Yox. Niyə? Çünki nə qədər Fatimədən uzaqsan, Zülfüqardan uzaqsan. Zalımlığın çirkin heybətini yalnız Zülfüqar məhv eləyəcək. Mehribanlıq anası. Əlinin əllərinə layiq olan əllər. Xoş Həsənin halına. Xoş Hüseynin halına. Xoş Fatiməyə məndən yaxın olan hər bir şəxsin halına. Xoş ördəklərin halına. Xoş bu damdakı göyərçinlərin halına. Xoş bu evin hər bir daşının halına. Kaş anam Fatimə olaydı. Hara gedib Allah bilir. Nə tez qayıtdın Hüdey? Tanınmamaq üçün üzü bağlı gəzən kişilərlə şəhər doludur. Hardan bilim? Necə tanıyım? Sənin yanında Zülfüqar var Hüdey. Nədən qorxursan? Zülfüqar əlində ola-ola qoca qarılar kimi həyəcan keçirim. Hüdey, əli ona görə əli olub ki, qəza-və qədərə həmişə inanıb. Məndən fəlsəfədən danışma. Əlinin sağ qalması taleyin də xeyrinədir. Allahu Ekber.
Sanki kalbim taşa dönüp, dilim söz tutmur. Her şeyi unutmuşam. Başımı yitirmişem. Ben kimem? Ne istəyirəm? Mənə nə eləmsən, xanım? Xəyalımdakı peyğəmbərlərdən birinə oxşayırsan. Ağappaq Asiman. Elə bir möcüzə göstər ki, sənə iman gətirənlərdən birincisi olum. Nə? Möcüzə? Nə möcüzə? Nə peyğəmbərlik? Mən avam bir şəxsən ki, çox çətinliklər görmüşəm. Mən görən gündən dərdə düşmüşəm. Niyyət eləyəndə sizi görürəm. Sizin için diz çöküp secde edirəm. Siz benim Allah'ımsınız xanım. Əmrinizə tabeyəm. Səni eşq möcüzəsi ilə müjdəliyirəm. Bu sən, o da Kufə məscidinin mehrabı. Sən göndərilmişsən ki, eşqin cadusu ilə yeri titrədəsən. Sübh azanına nə qədər var? Xoruzlar 3-cü dəfə banlayıblar. Mən döyüşlərin birində həlak olmuşam. Hansı döyüşdü bilmirəm. Neçə vaxtı ki, kiminsə çirkin ruhunu tənimdə gəzdirirəm. Bu gecə mənim qismətimdə yoxdu. İlahi, bu ibadətlərimin doğru cavabı deyil. Vacib və müstəhəb əməllərlə möhkəm bir qala düzəltmişdim ki, heç bir qurt-quş daxil ola bilməsin. Burada mənim yalnız cəsədimdir. Ruhum ölüb. Sizin həyatınız sabahdan başlanır. Mənim sabaha ümidim yoxdur. Məni öldürəcəklər. Qorxuram xanım. Bu nə səsdir xanım? Qorxma Muradi. Mənim ələ öyrəşmiş insan görkəmli şir ürəkli pişiyim var. Onu səninlə göndərəcəyəm. Tək başına bir qoşunun cavabını verər. Kufə məscidinin qocaları da öz yerində. Mənim pişiyim yeganə pişikdir ki, 2 ayaq üstündə gəzir və hər cür səs çıxarır. Kifayətdir. Qalx. Vərdan. Bu ərəb mənim taleyimi qoruyacaq. Bacardığın qədər ona kömək elə. Yoxsa sağ qulağını kəsib sol ovcuna qoyaram. Xanım, bu kişi sizin atanızı öldürüb. Məscidə gedə bilərsiniz.
Mən də Əlinin oğluyam. Məni niyə çağırmırsan? Mənim həsəd aparmağa haqqım var ya yox? İlahi, nə olaydı mən də Fatimədən dünyaya gələydim. Özünü danlamaq vaxtı deyil oğul. Əlinin canı təhlükədədir. Qardaşların hardadır? Müxaylədə, ordu ilə məşğuldurlar. Narahatsan, Üdey. İtirdim onu Məhəmməd. İtirdim onu. Teymur Rıbab məhəlləsində 2 yol ayrıcına çatanda gözdən itdi. Teymur Rıbab məhəlləsi üzü niqablı adamlarla olan qorxulu bir məhəllədir. Yalvardım ki, ağacan, biz ki ölməmişik. Cəmaatın işləri ilə məşğul olmaq istəyirsənsə məşğul ol. Gərək Əli gecə yarısı çiynində çörək kisəsi daşımasın, Küfə münafiqlərinə məhəl qoymadan ev gəzməsin. Qorxuram Məhəmməd, qorxuram. Düşmənlər Küfənin zülmət gördün? Əli idi. Bəli. Bu qəribə həyat tərzi nəyin nişanəsidir Məhəmməd? Onun hər gecə gördüyü işdir. Əlinin gecə namazı kasıblara baş çəkməsidir. Eşidirsən? Bəli. Qəlbimin səsidir. Qorxursan? Yox. Qorxu hürkünü insanlardan alsalar yaşamaq mümkün olmaz. Yaşayış sonu bilinməyən yarancılığıdır. Əlinə baxın.
Qalx Muradi, qalx. Kimi gözləyirsən? Qalx.